Tutuquşu nağılı azadlığın dəyərini, ağıl və birliyin gücünü anlatan ibrətamiz hekayədir. Kəndlərin birində kasıb ovçu Pirim yaşayırdı. Meşədə quş ovlamaqla dolanır, hətta quşların dilini belə anlayırdı. Bir gün hündür ağacda çoxlu yuva gördü və tutuquşularının səhər yem dalınca uçacağını eşitdi. Ertəsi gün sübh Pirim ağaca dırmaşıb yuvaların kənarına azacıq yapışqan sürdü. Sonra gizləndi. Günorta quşlar qayıtdı. Başçı tutuquşu sürüyə pıçıldadı. Ovçu gələndə hamınız ölü kimi hərəkətsiz qalın. O sizi bir-bir yerə atacaq. Ən sonuncu yerə dəyən an hamımız birlikdə uçun. Pirim ilk yuvaya baxdı. Ölü quşu yerə tulladı. Sonra ikinci, üçüncü, beləcə 99 tutuquşunu yerə atdı. Hamısı susub tərpənməz qaldı. Ağacda yalnız ən yuxarıdakı yuva qaldı. Başçının yuvası. Pirim ona yaxınlaşanda bıçağı əlindən düşdü. Səs eşidilər-eşidilməz yerdəki quşlar eyni anda qanadlandı və meşəyə qarışdı. Pirim hiləni başa düşsə də başçı tutuquşunu tuta bildi və torbaya salıb evə apardı. Yolda quş dedi, məni satmasan səni bəxtəvər edərəm. Pirim onu komandasını qəfəsə qoydu. Səhərlər 99 tutuquşu damda cəhcəh ötdü. Başçı sustu. Onlar azaddır, mən dustaq. Dustaq olan ötə bilməz. Qapını açsan, mən də oxuyaram. Pirim qapını açdı. Başçı uçmadı. Damdakı sürüsünə qonub onlarla birlikdə oxudu. Sonra yenə geri qayıtdı. Bu bir neçə gün təkrarlandı. Azadlıqla səs açılır, qəfəsdə isə susurdu. Başa eşitdi ki, Pirimin tutuquşları hər gün oxuyur. Elçi göndərib ən yaxşısını istədi. Başçı quş Pirimə dedi, məni padşaha ver, əvəzində bir kisə qızıl istə. Sarayda padşah soruşdu, doğrudanmı gözəl ötür? Pirim işarə etdi. Quş şərif nəğmə oxudu. Padşah sevindi, qızılları verdi və əmr etdi. Qızıl qəfəsə salın. Qızıl qəfəsdə tutuquşu çığır bağır saldı. Qəfəsdə olan ötə bilməz. Padşah qəzəbləndi. Səhər ovçunun komasındakı kimi oxumasan cəza görəcəksən. Ertəsi gün quş ayaqlarını yuxarı qaldırıb ölü kimi uzanmışdı. Padşah yaramaz qorxudan ölüb deyə qışqırdı. Xidmətçilər quşu pəncərədən atdılar. O isə havada qanadlanıb azad göyə yüksəldi və meşəyə uçdu. Sürüsü başçını sevinclə qarşıladı. Pirim kisə dolu qızı ilə komasında döndü və anladı. İnsanı bəxtiyar edən təkcə qənimət deyil, azad səsin gətirdiyi sevinc daha dəyərlidir. Bu nağıl deyir ki, azadlıq olmadan həqiqi nəğmə olmaz. Ağıl və birlik tələləri sındırar, hiylə anlıqdır, dəyərlər isə sonunda qalib gəlir.